Mehriban xanım, sual vermək olar ölkədə demokratiyanın durumu ilə bağlı. Münhen Təhlükəsizlik Konfransında qapı önündə dayanaraq təxribat cəhdlərini davam etdirən Emin Hüseynovun sual vermək üçün müraciətinə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın cavabı gündəmə çevrilib. Emin Hüseynovun Azərbaycanda demokratiyanın durumu ilə bağlı sualına Mehriban xanım ustalıqla cavab verib. Qadın paltarında səfirlikdə gizlənən insan siz idiniz. Sizə can sağlığı arzulayıram deyərək yoluna davam eləyib. Mənim adım Emin Hüseynovdur, jurnalistəm. Qadın paltarında səfirlikdə gizlənən insan sizsiz. Sizə can sağlığı arzulayıram. Qeyd edək ki, Emin Hüseynov Soros fondunun vəsaitlərindən qeyri-şəffaf istifadə etməsi və ayrılan külli miqdarda vəsaiti alınması ilə üzə çıxandan sonra ölkədən qaçmışdı. O ölkədən qaçarkən qadın paltarından istifadə etmişdi. Emin Hüseynov hazırda da antimilli fəaliyyətini davam etdirir. Hətta 44 günlük savaşda Navarçı donuna girərək erməni şüalının davam etməsi üçün təbliğat aparırdı. Erməni hüquqlarının müdafiəçisi kimi tanınan Emin Hüseynov erməni diaspor təşkilatlarının maliyyələşdirdiyi qurumlardan qrant alır. Emin Hüseynov Mehman Hüseynovun böyük qardaşıdır.